Bildiğiniz kimi buraxılış imtahanını biz bitirdik. Yəni 9 Mart verənlər artıq buraxılış fənlərindən xilas oldular deyə bilərik. Bəzilərimiz üçün pis keçdi, bəzilərimiz normal yazdı, bəzilərimiz isə həqiqətən də istədiyi nəticəni əldə etdi. Mən normalla yaxşı arasında bir şey yazdım. Yəni tam dəqiq balım çıxmayıb deyə burada dəqiq balımı deyə bilmirəm. Ancaq cavablar çıxan zaman açıqlayacağam. İndi buraxılış bitdi. Hər nə qədər zəif də yazsaq, hər nə qədər istəmədiyimiz balı da toplamasaq da, bizim blok üçün tədbir görməyimiz çox vacibdir. Çünki önümüzdə 80-90 gün var və biz bu müddət ərəfəsində bloku sürətli bir şəkildə toparlayaq ki, bəlkə blok imtahanı asan oldu və gedib toparlayıb istədiyimiz nəticəni göstərə bildik. Buraxılış haqqında asanmı, çətinmi deyə bilmərəm, amma çox qarmaşıq bir quruluşa malik idi deyə asanlığın, çətinliyin dəqiq müəyyən etmək olmadı. Ancaq 4 saat versəydilər çatdırardım, əminəm, yəni ona inanıram. Ümumiyyətcə, blok üçün strategiyam nədir? Bugün bu videoda bu haqda danışacağam. Kanalıma xoş gəldin. Əvvəla özümə 3 dənə 20 sınaq kitabı almağı planlaşdırıram. Hər nə qədər PDF-dən işləmək daha rahat olsa da, insan istər-istəməz PDF-dən yorulur və mən də testlərim çox vaxt yolda işlədiyimə görə mənə elə daha rahatdır. Özüm 4-cü qrupam, bunu da açıqlayım bu arada. Biologiya, kimya, fizika fənninin 20 sınaq kitabını alacağam. Bu arada bu videoda verdiyim məsləhətlər bütün qruplara şamil olunur. Yəni sadəcə biologiya mövzu adı falan çəkməyəcəm. Ümumi olaraq blokdan necə hazırlaşar, o haqda öz yolumu paylaşacağam. Əgər faydalı hesab etsən, sən də istifadə edə bilərsən. Belə bir şey fikirləşirəm. Birinci ayı normal blok qaydasında keçirəcəm və istər-istəməz normal bir səviyyədə bloku davam etdirəcəm. Hazırlıqlara məsuliyyətlə yanaşılır, aylıq yoxlamalar çıxardılır, yazılır, tapşırıqlar səliqəli bir şəkildə hazırlanır, səhvlər müəllimə verilir və bundan kifayətlənilir deyə mart ayını ilk ayını belə bir şəkildə yola verdik. Aprel ayı üçün strategiyam budur. Hansı ki biz buraxılışa görə blok fənlərindən müəyyən qədər dərslər buraxdıq ki, əminəm səndə də vardı. Yəni son bir həftədə bəlkə də blok müəllimin bir dərs keçdi, 2 dərs keçdi, bəlkə də son bir ay oxumadın. Onları toparlamaq üçün aprel ayının çox ideal bir ay olduğunu düşünürəm. Hazır həm də biraz ara qaynamışkən məktəbi də biraz yola verib o fənləri və o dərsləri tez bir şəkildə toparlamağın daha düzgün bir şey olacağını düşünürəm. Ona görə mart ayındakı strategiyam bloka adaptasiya olmaqdır. Yəni bu mart ayını mən blok fənlərinə adaptasiya olmağa və blok mindsetə keçməyə çalışacağam. Yəni özümü bloka görə fokuslamaq istəyirəm. Buraxılış verdik, buraxılış bitdi. Bir dənə söz var, ölü ilə ölünməz deyə bir söz var. Bu atalar sözdür, bunu da çox eşitmişəm və çox məntiqlidir. Artıq iş işdən keçib, iş ox yaydan çıxdı bir dəfə. Yəni oturub buraxılışa görə depressiya düşməyə gərək yoxdur. Full sürətli bir şəkildə bloku gözəl bir şəkildə toparlamaq lazımdır ki, bəlkə bilmədim blokdan gözəl bir nəticə toplaya biləcəksən. Onu əlbəttə heç kəs bilmir. Ona görə də bloku belə bir strategiya ilə gedirik. Mart ayını bizim toparlanma sürəcimiz olur. Mart ayı boyunca biz toparlanmağa çalışırıq. Mart ayı boyunca bloka adaptasiya olmağa çalışırıq. Aprel ayında isə blokun boş qoyduğumuz dərslərini gözəl bir şəkildə oxuyuruq. May ayında da oxuya bilərsən, amma may ayı təkrar ayı olduğuna görə biz nə öyrənəcəksə, nə tutacaqsa əsas şeyləri nəzərdə tuturam. Yəni əsas şeyləri biz əsasən aprel ayında öyrənəcəyik. Mart ayında da öyrənə bilərsən, bir şey demirəm, amma aprel ayında bunun intensivliyi 2 qat artacaq. Və bu 3 aylıq periodda ən qızğın keçən period hansı olacaq deyirsənsə, bu aprel ayı olacaq. Aprel və may ayı xüsusən də. Aprel ayına özünü çox gözəl bir şəkildə hazırla, yuxu sistemini qaydaya sal, buraxılış imtahanı vermisənsə, yavaş-yavaş yuxu və digər faydalı vərdişlərini də qaydaya salmalısan ki, mən də bunun üstündə çalışıram. Deməyim ondan ibarətdir və 15 Mart imtahan verənlər üçün də dünən və ya İsrağa gün bundan qabaq bir video çəkmişdim, məsləhət videosu da. 15 Mart imtahan verəcəksənsə o videonu da izləyə bilərsən. Buraxılış haqqında düşüncələrimi paylaşmışam. Yəni 1-0 bizdən öndə başlaya bilərsən. 15 Mart verənlər üçün də, yəni son bir həftədir deyə siz də bu bir həftəni çox səmərəli bir şəkildə keçirin. Həqiqətən mən peşman oldum ki, son 1-2 günü oxumadım deyə peşman oldum, biraz səhv oxudum deyə peşman oldum. Siz o səhvi etməyin, arxayınlaşmayın, çünki arxayınlıq həqiqətən də tənbəllikdən əvvəl insanın ən böyük düşmənidir. Ona görə arxayın olmayın, çalışın. Hər dərsi bilmədiyiniz məqamda olsa xüsusi bir diqqətlə yerinə yetirin. Və vaxt bölgüsü üçün də belə bir kiçik saatlar olur, ondan istifadə edin.
Gedin qabağınıza bir buraxılış və blok sınağı qoyun. Başlayın onu 3 saat ərzində kodlaşdırma daxil olmaqla işləməyə. Qarşınızda kodlaşdırma vərəqi də olmaya bilər. Siz 45 dəqiqə kodlaşdırmaya çıxıb son 2 saat 15 dəqiqə nələr edə biləcəyinizi müşahidə edin. Blok üçün strategiyamız buydu və əlavə çalışmağa da başlayacağıq. May ayı ərəfəsində xüsusən əlavə çalışmalar güclü şəkildə başlayacaq. İndi yeni başladıq deyə məhəlləki müddət haqqında belə xülasə bir video çəkmək istədim. Və may ayı haqqında xüsusi danışacaq olsaq, may ayını güclü təkrar gedəcək. Hər gün sınaq, test, qəbul işlənəcək. Mən hətta fizika fənnim zəif olduğuna görə fizika fənnimi həftədə 2 dəfə yox, həftədə 4 dəfə gedəcəm. O cəhətdən artırdım və başladım, necə deyim, bloku intensiv bir şəkildə qaldırmağa. Bilmədim, bəlkə məsələn buraxılışdan tam deyim sizə, planlaşdırdığım balın 10-20 bal aşağısını yazmışam. Yəni istədiyim baldan bir 15-25 bal aşağı yazmışam ki, məncə də bu fərqi blokla qapada bilsəm ki, biraz imkansız olacaq həqiqətən də. Amma qapada bilsəm həqiqətən də çox gözəl olar. Mən də bu uğurda çalışacağam. Siz də bu uğurda çalışmağa davam edin. Buraxılış keçdi. Hədəfimiz isə blok olacaq. Bəli, artıq blok müddətimiz başladı. 9 mart verənlər çalışmalara başladı. 15 mart verənlər də bu həftənizi çox gözəl dəyərləndirin. Çünki gələn həftədən sizinlə də başlayırıq. Bu arada bu aralar biraz qaynadığına görə, bu aralar biraz buraxılış ərəfəsi olduğuna görə çox vurğulamasam da yeni fikir verdim. Kanalımız 1000 abunə oldu. Həqiqətən də hər birinizə təşəkkürümü bildirirəm. Bu yolda məni dəstəkləyən hər kəsə, məni dəstəkləyən dostlarıma, yoldaşlarıma, Elite Society üzvlərinə böyük təşəkkürlərimi bildirirəm. Əminəm ki 10.000, 100.000, bəlkə də 1 milyon abunəçi görəcəyik inşallah. Həqiqətən də hər birinizə dəstəklərinizə görə minnətdaram. Çalışacağam ki, bir 1000 abunəyə özəl bir video çəkim. İndi bu aralar biraz buraxılış ərəfəsidir deyə biraz şey ola bilər. Video 1-2 həftə və ya 1-2 ay gecikə bilər. O cəhətdən narahat olmayın. 1000 abunə içində hər hansısa bir video fikriniz olsa, spesifik bir fikir olsa, onu da kommentlər hissəsində bildirə bilərsiniz. O haqda sizə məxsus bir video çəkərəm. Bəli, bugünkü videomuz bu qədər idi. Artıq bloka çalışmağa başladıq. Hər birimizə uğurlar. İnşallah bloku da gözəl bir şəkildə toparlamağa çalışacağıq. Buraxılış bitdi, amma olsun. Biz blokla davam edirik. Hər birinizə uğurlar.